Salam, hər vaxtınız xeyir olsun. Gəlin tamamlığa aid qeydlərə baxaq. Yadımızda qalsın ki, təhsili halda olan söz zaman anlayışı bildirdikdə, nə vaxt, nə zaman suallarına cavab verdikdə cümlənin zaman zərfliyi olur. Adətən təhsili halda olan sözlər cümlədə tamamlıq olacaq. Ancaq bu halda cümlədə zaman zərfliyi olur. Yayı kənddə dincəlmişəm. Nə zaman kənddə dincəlmişəm? Nə yox, nə zaman, nə vaxt. Gecəni çox narahat yatmışam. Nə zaman? Artıq burada zərflikdir. Bu cümlələrdəki yayı və gecəni sözləri nə zaman sualına cavab verdiyi üçün onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Qeyri-müəyyənlik bildirən nə sualına cavab verən tamamlıq, eyni suala cavab verən mübtədəyə oxşuyur. Bəs biz bunu necə ayırt edəcəyik? Quzu su içir. Quzu nə içir? Quş dən yeyir. Quş nə yeyir? Eynən bu sual mübtədanın da var. Bəs biz bunu necə fərqləndirəcəyik? Əgər nə sualı ilə yanaşı, nəyi sualında verə bilirəmsə, hətta suyu formasına sala bilirəmsə, dəni formasına sala bilirəmsə, deməli bu mübtəda deyil. Bu tamamlıqdır. Quzu suyu içir, quş dəni yeyir. Çünki mübtədada bu formaya salmaq olmur. Yadımızda qalsın. Deməli, qeyri-müəyyən təhsilli halda olan sözlər cümlədə olacaq tamamlıq. Digər qayda isə qeyri-müəyyən təhsillikdə olan feil sözləri daha doğrusu feilin yanından uzaqlaşdıranda o həmən müəyyən təhsilliyə çevriləcək. Və yaxud işarə əvəzliklərindən istifadə edərək biz onun halını müəyyən edəcəyik. Məsələn, uzaqlaşdıraq, suyu quzu içir, dəni quş yeyir. Görürsünüz, uzaqlaşdıran kimi müəyyən təsirliyə çevrildi. Hətta quzu bu suyu içir. Görürsünüz, qarşısına əvəzi gətirən kimi bu özünün təsirli hal olduğunu göstərir. Quş bu dəni yeyir. Deməli, bu heç vaxt mübtəda ola bilməzdi. Tamamlıq olacaq. İnsan anlayışı bildirən söz qeyri-müəyyən təsirli halda işləndikdə nə sualına cavab verərək cümlədə tamamlıq rolunda çıxış edir. Məsələn, onlar işçi axtarırlar. Onlar nə axtarırlar? Yəni, kənarda biz işçiyə kim sualını versək də, cümlədə insan anlayışı bildirsə də, nə sualına cavab verəcək? Çünki işçini axtarırlar. Qeyri-müəyyən təsirli haldadır. Qeyri-müəyyən təsirli halında cəmi bir sualı var. O da nə sualıdır. Ona görə biz qrammatik qayda nəyi tələb edirsə, onu da edəcəyik. Haranı sualı yalnız tamamlığındır. Hər tərəfi gəzdik, haranı gəzdik tamamlıq olacaq.